Bakı sakinləri yeni il sevincini yaşayır. Yeni il ab-havalı Bakıdan maraqlı görüntüləri təqdim edirik. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə bayram tədbiri keçirilib. Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda bərpa, tikinti və idarəetmə xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib. Tədbir çərçivəsində şəhərciyin 1-ci yaşayış məhəlləsində yeni il ağacı bəzədilib, Şaxta baba və Qarqız uşaqlara hədiyyələr təqdim ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyində uşaqlar böyük sevinç yaşayıblar. Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub və onlara bayram hədiyyələri çatdırılıb.